Euzu billah mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve vesseyna l-insane bivalideyhi hamalethu ummuhu vehnen ala vehnin ve fisaluhu fi ameyni en işkur li ve li valideyke ileyyel mesir. Sadakallahul aliyyul azim. Aziz mümin kardeşler, sizleri bu güzel Allah evinde, Ehl-i Beyt'in kapısında Allah'ın salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Ve Allah Teala'dan acizane arzum, isteğim, yalvarışım odur ki Allah Teala her birimizi tekva yolunda sabit kadem karar versin inşallah. Bu Şaban ayında, duaların kabul olunan ayında, hazetlerin kabul olunan ayında, istiğfarların kabul olunan ayında Allah Teala bizim de dua ve istiğfarımızı, hacetlerimizi kabul eylesin inşallah. Cuma gününde böyle bir dua ile ilahi perverdigar-ı alem, bu günler azametli günlerdir, güzel günlerdir. Sen beğenen günlerdir ya Rabbim Allah. İlahi bu cuma günü hatirine bizim ibadet ve itaatimizi bizden kabul eyle. İlahi cuma günümüzü bizim için mübarek karar ver yine. İlahi perverdigar-ı alem, evlerde, hastaxanalarda, nezarda olan hastalere şifa ver. İlahi perverdigar-ı alem, biz valideynleri övladlar yanında xəcaletli eləmə. Perverdigar-ı alem, bizim imanımızı kamil qərar ver. Şeytanı, nəfsimizi bizdən, övladlarımızdan, Müslüman camiyyəsindən uzaq qərar ver. Daha da sənə tərəf yön almaqda və sənin yolunda addımlamaqda her birimize kömək ol yine. İlahi şer hatanı üzerimizden uzak karar ver yine. Dualarımızın kabulü için Muhammed ve Ali Muhammed salavat-ı zikir. İnşallah sizlerle bir yerde Allah'ın izniyle bugün değerler çoxdur İslamda. Ama valideynin değeri hakkında en aktual olan, en vacib olan cemiyetimiz için, insanlar için, aileler için, evladlarımız için ve bizim özümüz için daha çok aktual olan meselelerden biri de məhz valideyndir ve valideynin değeridir. Biz her birimiz bir atanın ve bir ananın övladıyıq. Allah Teala beşerin atası Adem'e Habil'i verdi. İbrahim'e İsmail'i verdi. Yakub'a Yusuf'u verdi. Loğman'a ise hikmet verdi. Sözümün evvelinde Loğman suresinin 14. ayesini buyurdu. Müteala Allah buyurur valideyn hakkında: وَوَسَّيْنَا الْاِنْسَانَ بِوَالِدَيْهِ حَمَلَتْهُ اُمُّهُ وَهْنًا عَلَى وَهْنٍ. Biz insana, ata anasına yaxşılıq etmeyi, yaxşı bakmağı, onlarla güzel davranmağı tövsiye ettik. Anası onu, حَمَلَتْهُ اُمُّهُ, anası onu وَهْنًا عَلَى وَهْنٍ, ana bətnində çox zayıf bir halda daşımışdır. وَفِسَالُهُ فِي عَامَيْنِ, uşağın süddən kəsilməsini isə 2 il ərzində olur. اَنِشْكُرْ لِي وَلِوَالِدَيْكَ اِلَيَّ الْمَسِيرِ. Güzel buyurur ayenin ahırın. اَنِشْكُرْ لِي, Allah Müteala buyurur ki mənə və ata anana şükür et. Ahır dönüş mənədir. İleyyel mesir. Sizin dönüşünüz
mənədir. Ata və anaya olan hörmət, onların hörmətini saxlamaq, onlara dəyər vermək, onlara qiymət vermək və ondan sonra buyurur ki, ana bətni ən əsasdır, ananın dəyəri və qiyməti ona görə daha çoxdur. Ana elə bir valideyndir ki, öz övladına bətnində yuva qurur, 9 ay onu himayə edir. Ana elə bir valideyndir ki, Allah Teala onu elə bir cür yaradıb ki, öz bətnində olan övladın görmədən belə sevir. Öz gözündən, gözünün nurundan, öz saçından, öz bütün əzalarından onu qidalandırır və onu himayə edir. Ana elə bir bəşərdir ki, Allah onu o cür yaradıb ki, ana istər soyuqdan, istər istidən öz övladın qoruyur. Bir zaman Allahın əmri ilə övlad bu dünyaya çıxır. Və bu dünyaya gələndən sonra ana yenə də öz ağuşun onun üçün kölgə qərar verir, rahatlıq qərar verir. Sinələrin onun üçün su məkanı qərar verir və hər bir şeydən onu qorumuş olur. Valideyn budur və heç zamanda insan hər nə qədər bu dünyada yaşamış olsa, valideynlərinin borcunu ödəmiş olsa mümkün deyil, o ödəyə bilməz. Məhz ananın etdiklərini heç zaman ödəyə bilməz. Ana bu cür dəyərlidir. Allah Teala bu cür onu verib bizə. Onun qədrini bilmək və ona dəyər vermək, sağlığında ona qiymət vermək. Ona görə Allah Teala Quran-ı Kərimin ayələrində buyurur ki, onları incitməyin, onlarla səxavətlə rəftar edin, onlara dəyər və qiymət verin, onların qoca halında, ahıl hallarında, ağbirçək hallarında qışqırsalar belə, nahaq desələr belə, onların keyfini pozmayın, onlarla sərt danışmayın. Əgər bu cür iş görmüşsünüzsə, onlara qayıdıb bağışlanmağınızı diləyin, halallığın diləyin ondan. Yox, əgər dünyadan keçibsə, sonra yenə də Allahın huzurunda gedin onun qəbrinin üstünə. Gedin insanlıq üçün, gedin həyatınızı və axirətinizi tapmaq üçün, gedin həqiqətin üzünə ki, bəs bizim də axırımız odur. Getmək lazımdır, görmək lazımdır. Bir zaman mənim anam olan indi torpağın altındadır. Bir zaman mənim atam idi, indi torpağın altındadır. Bir zaman gələcək ki, mən də bu torpağın altına girəcəyəm. Onda insanın özünə dönüşü olur. İnsan dərk edir ki, mən hardan gəlmişəm, hara gedəcəyəm, mənim axırım necə olacaq. İnsanın halı dəyişmiş olur. Allah'a daha çox yavaş-yavaş yaxınlaşmaq məqamına gəlib çatır insan. Yəni mənəviyyat dolu bir məqamdır qəbr evi, qəbristanlıq. Oranı axtarmaq, orada dua etmək, orada Allah'tan bağışlanmaq diləmək. Ananın qəbri üstündə, valideynin qəbri üstündə ağlamaq lazımdır ki, məni bağışla anacan. Mən eləyə bilmədim, səndən diri ikən bağışlanmaq, mən sənə yaxşı baxmadım. Mən sənin qeydivə qalmadım, mənim imkanım vardı bunu etməyə. Mənim cavanlığım, mənim imkanım, maddiyyatım buna imkan verirdi, daha çox yaxşı sənə baxım. Amma mən etmədim bunu, bilmədim ki, nə baş verdi. Nəfsimə mi, şeytana mı qulluq etdim. Bu cür olan insanlar, ailələr var, siz də bunları bilirsiniz, biz də bunları bilirik. Allah Teala hər birimizi o cür olmaqdan hifz etsin inşallah. Həzreti Peyğəmbər Aleyhissalatu vesselamın dönəmində salavat zikr eləyək. Həzreti Peyğəmbər Aleyhissalamın zamanında bir qoca kişi tutur oğlunun əlindən, gətirir Peyğəmbərin huzuruna. Deyir, bir neçə dəqiqə, ya Peyğəmbər, sənin vaxtını alacağam və mənə istərdim ki, övladımın yanında qulaq asasan. Deyir, buyur. Deyir, şikayətim gətirdiyim övladımdadır, oğlumdadır. Deyir, bir zamanlar
mən çox əziyyət çəkmişəm. Çox keşməkeşli, çətin günlər keçirtmişəm. Allah Teala bu övladı, bu oğlan uşağını mənə verəndən sonra mən gecə və gündüz bilməmişəm. Əlimdən gələni və gəlməyəni övladımın sağlamlığı üçün, onun az qalmaması üçün, onun bədəninə paltar giyinməsi üçün gecə və gündüz çalışmışam. Ta o vaxta qədər mən bu övladımı böyüdüb boya başa çatdırmışam. Öz əli imkana çatıb. Bir imkan əldə eləyib. İndi də vəziyyəti yaxşıdır. Amma indi mənim ahıl vaxtımdır. Mən ağsaqqalam. İndi o işlərdən mən işləyə bilmirəm. Əlimdən gəlmir. Mənim öz övladıma, böyütdüyüm övlada ehtiyacım var. Elhamdülillah, hər bir imkana malikdir. Onun ambarlarında xurma ambarı, buğda ambarı, arpa ambarı doludur. Və hətta onu da bilirəm ki, qızıldan, gümüşdən bir neçə qədər də evində vardır. Amma o mənə baxmır. Peyğəmbər əleyhissalatu vesselam cavana baxır. Deyir, düzdür. Mənim atam düzdür. Mənim xurma, arpa, buğda ambarlarım doludur. Və mənim evimdə də qızıl və gümüşdən bir xeyli varımdır. Amma ya Peyğəmbər, bu o qədərdir ki, mənim özümə və ailəmə yetir. Mənim imkanım yoxdur ki, atamı saxlayım. Həzrəti Peyğəmbər deyir, bu aylıq bir aylıq. Mən sənin atava pul verirəm. Bir ay atan bu verdiğin pulla yaşasın, amma ondan sonra sənin borcundur ki, atavı ömrünün axırına qədər xidmətində, qulluğunda dayanasan. 100 dirhəm pul gətirib verir qocaya. Bunlar xudahafizləşib gedirlər. Bir ay tamam olur, qoca görür ki, yenə də mənə yemək verən, mənə baxan yoxdur, gəlir, götürür oğlunu təkrarən, gedir Peyğəmbərin huzuruna. Peyğəmbər deyir ki, səbəb nədir oğul, atava baxmırsan. Axı mən sənə dedim ki, bir aylıq. Oğlun cavabına baxın, deyir, ya Peyğəmbər, axı mən sizə demişdim əvvəl, birinci dəfə gələndə, mənim o qədər imkanım var ki, mən özümə və öz övladlarıma baxıram, ailəmə baxıram. Mənim imkanımda artıq bir şey yoxdur ki, atama baxım, qulluq eləyim ona, ona xidmət eləyim, ona pul verim, ona yemək verim. Peyğəmbər əleyhissalam çox sükut edir, baxır övladın gözlərinə, deyir, əgər bugün də sən sözümə qulaq asmazsansa, atava xidmət göstərməzsənsə, sənin hər nə qədər varın və dövlətin varsa, xidmət eləmədiyin üçün sənin Allahın izni ilə bütün var dövlətin əlindən alınacaq, atan kimi olacaqsan. Cavan baxır Peyğəmbərə, ondan ayrıla gülümsənir və Peyğəmbərin dediklərini məsxərə edir. Gəlir evə, rahat otağında yatmağa başlayır. Bir görür ki, qonşular qapını döyürlər. Bəs amanın günüdür, sənin ambarlarından elə bir qoxu, elə bir iy gəlir ki, biz yata bilmirik. Gəl bunların ambarlarında olan bir şeyləri buradan boşalt, yoxsa biz yaşaya bilmirik. Oğlan tez durur, gelir ambarlarını açır, görür ki, hər nə qədər xurma ambarında, buğda ambarında, arpa ambarında, hər nə qədər mənim dop dolu, yəni dolu olan ambarlarım indi çürüyüb elə bir üfunəti verir ki, qurd basıb. Və tez şəhərdə olan işçiləri çağırır, onlarla danışır ki, tez onları səhərə kimi təmizləsinlər. Və səhərə kimi də bütün ambarları boşaldır, təmizləyir. Qayıdır evə ki, evində olan qızıl və gümüşdən ittifaq bağlayıb həmən bu işçilərlə onların pulun səhər-səhəri ödəsin, gəlib öz qızıl və gümüş
kisələrin ağzını açanda görür ki, hər nə qədər içində qızıl və gümüş var idi, amma indi daş və kəsək qumdur içində olanlar. Bunu görəndən sonra gələn işçilər, fəhlələr şikayət edirlər, naçar qalır, çarəsiz qalır, evində olan hər nə qədər palas, xalça, başqa bir əşyalar vardırsa, paltarlarına kimi belə satır, çöldə atasından bətər, ehtiyaclı və az qalır. Bu, biz insanlara bir misaldır ki, biz valideynlərimizi necə qorumalı, onların qayğısına necə qalmalı və düşünəndə özümüzü, ailəmizi, övladlarımızı, atanı və ananı ondan qabaq düşünməliyik. Bizim borcumuz budur. Ata və ananın qədrini və qiymətini bilmək lazımdır. Onların xidmətində durmaq lazımdır. Onların acı günündə, xəstə günündə, onların belə çətin günlərində onların yanında olmaq lazımdır. Onlara dəyər vermək lazımdır ki, qoy ilahi də sənə dəyər versin. Əməllərinə dəyər versin, günahlarını bağışlasın. Və eləyə biləsən ki, Allahın huzurunda, qiyamətin günündə xəcalətli olmayasan, özün üçün çalışmalısan. Çünki bu əmanəti verən sənə Allah'tır. Bu valideyni sənə nəsib edən, qismət edən Rəbbimizdir. Və səni boya başa çatdıran da həmən əziyyət çəkmiş, gecə və gündüz bilməyən, tanımayan, ac, yalavaz, doğru, hər bir formada səni böyütmək üçün əlindən gələni və gəlməyəni əsirgəməyən bir valideyn var, bir ata var, bir ana var, bir söykənəcək var yer üzündə. Ona görə buyurur sözün axırında ki, ənişkurli, mənə şükür et, vəli valideykə və öz valideynivə də şükür etkinən, iləyyəl məsir və sizin qayıdışınız Adam övladları mənədir, yəni sorğu sual olunacaqsınız. Kimin haqqında? Hər bir şey haqqında, valideyn haqqında da sorğu sual olunacaqsınız. Siz o suallarda, sorğu sual olunanda nə cavab verəcəksiniz mənə? Bax, bu cürdür. Loğman 15'te buyurur ki ve in cahadaka ala en tuşrike bi ma leyse leke bihi ilmun fela tutihuma. Eğer ata anan mənə deyir şərik qoşmaqda cəhd edəcəklərsə atam və anan bu işdə onlara nə etmə? İtaətdə olma. Sonra buyurur, ayənin sonrası var. Və sahibuhuma fid dünya ma'rufen. Qalan dünya işlərindədir, onlarla gözəl keçin, ma'rufen, gözəl keçin onlarla. Vəttəbi səbilə mən ənabə iləyyə. Tövbə edib mənə tərəf dönənlərin, İslamı qəbul edənlərin yolunu tut. Sümmə iləyyə mərciukum fəunəbbiukum bima kuntum ta'malun. Sümmə iləyyə mərciukum. Sizin sonra qayıdışınız ki dünyada hər nə qədər yaşadınız, ondan sonrası mərciukum. Sizin ricanız, qayıdışınız iləyyə, mənə tərəfdir deyir. Fəunəbbiukum bima kuntum ta'malun. Və onu da yaddan çıxartmayın ki, hər bir işi ki görəcəksiniz fəunəbbiukum. Mən sizin xatirinizə salacağam. Mən sizə onu yaddaş edəcəyəm. Nə zaman? O hesab günündə. Deyir, nə etsən onu edəcəm. Sən valideynivə pis baxarsansa, valideynivə dəyər verməzsənsə, istər gizlin olsun, istər aşikarda olsun, sən onun qiymətin, dəyərin bilməzsənsə, acı dil olacaqsansa, qəlbini qıracaqsansa, ona zülm edəcəksənsə, mən onu bilirəm, ona biukum. Mən sənə xatirə salaram onları. Onların hesabını səndən alacağım. Çünki sümmə mərciukum iləyyə. Sizin qayıdışınız ondan sonra, bir qədərdən sonra mənə tərəfdir, bəni Adəm. Sən mənə tərəf gələcəksən. İndi bu imkandır düşüb əlimizə. Bir fürsətdir, biz yaşayırıq. Nəfəsimiz gedib və gəlir. Gözlərimiz görür. Həmd olsun Allah evinə yığışmışıq. Hər bir şəkildə ki gəlmişik çətinliklə də olsa, Allah siz cəmaatdan razı olsun. Gəlib işıq saçmışsınız Allah evinə. Daha da nur saçmışsınız. Amma Allah kəlamlarını eşidib, Allah Taala'nın buyurduqlarına qulaq ardı etmək olmaz. Daha diqqətli olmaq üçün, daha Allah üçün, Allah yolunda olmaq üçün addımlamaq, əməl dəftərimizin gözəl olması üçün valideyn qapısından keçməliyik. Valideynin
huzurunda dayanmalıyıq. Valideynin xidmətində dayanmalıyıq. Onlara dəyər verməliyik. Bizim Allahımız, bizim Rəbbimiz, bizim dinimiz, bizim kitabımız o cür bizdən istəyir. O cür olsaq əlbəttə ki, Allahın xoş bəndələri olaraq, Allah'a an verirəm cəlal, izzəti, əzəməti xatirinə o cür övlad olmaqda, o cür bəndə olmaqda Allah Teala bizlərə kömək olsun. Muhammed və Ali Muhammed salavat zikr edin. Və sonra buyurur Loğman 16'da deyir, ya buneyyə, ey mənim övladım. Görün, Loğman Aleyhirrahmə görün necə danışıb ki, Allah Teala onu Kur'an'da yazıb. Ya buneyyə, ey mənim oğlum, ey mənim gözəl övladım buyurur. İnneha in teku misqale habbetin min xərdelin fetekun fi sahretin av fis semavati av fil arzi yəti bihallah. İnnallah latifun xabirun. Ey mənim övladım, hər bir insanın, yəni hər bir Allah yaradanın, hər bir bəndənin, hər bir Adəm övladının bir xərdəl dənəsi qədərində bir əməli olarsa, fərq etməz, o yaxşı olsun, o pis olsun. Əgər xərdəl dənəsi qədərindədirsə də, o deyir göylər aləmində də olsa və yaxud da o dənizin içində də olmuş olsa və yaxud da bərk bir daşın içində də qərar tutmuş olsa, qiyamət günündə Allah Teala o olunan işi çıxardacaq bayra, huzura çıxardacaq. Xərdəl dənəsi qədərində də o iş olmuş olsa, o Allahın gözündən çəkinməz, yaddan deyir, çıxartma bunu, ey mənim övladım deyir. İnnəllaha latifun xabir. Sənin Allahın lətafətlidir, xəbirdir, hər şeyi biləndir. Sən yaddan çıxarda bilərsən, sən unutqan ola bilərsən. Yəni Allah Teala biz insanları imtihan zamanıdır. İmtihan bu dünyadır. Bizi övladlarımızla, bizi valideynlərimizlə, bizim ətrafımızla, bizi imanımızla, bizi öz əzalarımızla imtihana çəkir ki, bu imtihanın bəhrəsi qiyamət günündədir. Düzdür, dünya və ahirəti də vardır. Allah Teala dünya və ahirətdə bizi gözü kölgəli qərar verməsin inşallah. Sonra buyurur, ya buneyyə əqimis salata. Loğman 17'də. Ey mənim övladım, əqimis salata, namaz qıl, ibadət et, dua et. Və əmr bil ma'rufi və nha anil münkəri. Əmr bil ma'ruf et. Yaxşılığa dəvət et, pisliklərdən çəkindir. Vasbir alə ma əsabəkə. Nəsə sənə bir çətinlik baş verərsə, onda səbirli ol deyir. İnnə zəlikə min azmil umur. Həqiqətən də bu deyilənlər vacib əməllərdəndir deyir. Və la tusəqqir xəddəkə linnəsi. Adamlardan təkəbbürlə üz çevirmə. Bu bizim hər birimizə, əzizlərim, aiddir. Buyurur, ya ey mənim övladım, və la tusəqqir xəddəkə linnəsi. Adamlarla təkəbbür danışma. Onlarla təkəbbür ayrılma. Bu ixtiyarı sənə Allah Teala vermir deyir. Və la təmşi fil ərzi mərhən. Və yer üzündə yeriyəndə təkəbbür yerimə, lovğalıq eləmə. Allah Teala bəyənmir bu cür insan olan, bu cür olan əxlaqda olan insanı. İnnallaha la yuhibbul kullu muxtalin fəqur. Özü buyurur, baxın, ayənin sonunda buyurur ki, həqiqətən də Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz. İlahi pərverdigar aləm, o cür olmamaqda hər birimizə kömək olur. Muhammed və Ali Muhammed salavat zikr edin. İndi Həzrəti Nuh Aleyhisselam'dan danışaq, o da bir valideyndir. Bilirsiniz ki, Həzrəti Nuh Aleyhisselam'a ikinci Adəm deyirlər. Çünki Allah'ın əmri ilə o yağışın yağması və bütün çeşmələrdən, bolluca çaylardan, okeanlardan suyun gəlməsi, dolması, yeryüzünün tamamən əhatə alınması ki, Allah'ın əmri ilə Allah'a itaətdə olmayan insanların məhvi, tamamen yok olması kararı verilir Allah tarafından. Ve kimler ki nicat tapırlar, onlar kimlerdir? Onlar Nuh Aleyhisselam'la gemide olanlar, Allah'ı hak bilenler. Buyurur Nuhud 42'de وَهِيَ تَجْرِ بِهِمْ فِي مَوْجٍ كَالْجِبَالِ. Ve hemin gemi onları dağlara benzer dalgalar arasında
aparırdı. Və nada Nuhun ibnehu və kana fi ma'zilin. Deyir ki, və nada Nuhun. Nuh aleyhissalam, biraz daha çox diqqət eləyək. Deyir, Nuh aleyhissalam və nada Nuhun. Nuh aleyhissalam gördü ki, övladı kənardadır. Yəni gəmidə deyil, gəmiyə minməyib, gəmiyə süvar olmayıb. Nada Nuhun. Nuh aleyhissalam deyir, övladın çox. İbnehu və kana fi ma'zilin. Qıraqda olan, ey mənim övladım, gəl gəmiyə. Ya bunayya irkəb ma'ana. Ey mənim övladım, mənlə bərabər, bizlə bərabər gəmiyə minginən. Və la təkun ma'al kafirin. Kafirlərlə bir yerdə qərar tutma. Baxın, bəzi insanlar deyirlər ki, harada ki çoxluq varsa, həqiqət orada qərar tutub. Nuh aleyhissalam illər boyu, əsrlər boyu dua etdi, həmsana etdi, insanları, cəmiyyəti çağırdı hara? Haqqa tərəf. Amma onun gəmidə olanlar neçə nəfər idi və minlərlə, milyonlarla insan tamam Nuh aleyhissalamın əleyhinə olan insanlar idi. Hətta Nuhun öz övladı belə həmən o minlərlə olan insanların çoxluğun içində qərar tutdu. Bu o demək deyir ki, çoxluq olan yerdə həqiqət var. Xeyr. Həqiqət istər çoxluqda olsun, istər azlıqda olsun. Həqiqət hardadırsa oradadır həqiqət. Yəni Allah istəyən həqiqət. Allah bəyənən həqiqət. Allah talanın qərar verdiyi bir həqiqət. Allah buyuran bir həqiqət. Həqiqət orada düz olur. Çoxluqda deyil, qərar tutmur çoxluqda. Hər nə qədər çox olmuş olarsa, amma Allah istəyən bir şey yoxdursa orada, hər nə qədər namaz qılmış olsalar, hər nə qədər oruç tutmuş olsalar, hər nə qədər həcci ziyarət etmiş olsalar, əgər orada Allah istəyən bir şey yoxdursa, bir faydası ki yoxdur. Həzrəti Peyğəmbər əleyhissalamın öz dövründə belə, istər Bədir döyüşündə olsun, istər Xəndək döyüşündə olsun, istər Ühud döyüşündə olsun, hər zaman kafir qoşun çox olub, qat-qat çox olub. Bu deməkdir ki, o çox olan tərəf Peyğəmbərdən haqlı idi, Allahı daha çox istəyən idi, daha çox düz danışan idi. Xeyr, harada həqiqət varsa odur həqiqət. İstər çoxda, istər azda. Amma hər zaman gördük ki, həqiqət çox zaman, Quranın özünə də baxanda, İslam həyatına da baxanda, İslamı tarixə də baxanda, həqiqət çox zaman az olur, az bir dəstədə olur. Hər zaman həqiqətin yanında az insanlar qərar tutur. Çünki sərf eləmir. Bu dünya ilə, dünyanın öz ağışını alandan sonra sərf eləmir. Sözüm onda yox. Dedik, ya bu nə ye? Mənim evladım. İrkəb mə'ana. Bizlə bərabər gəmiyə minginən. Və la təkun ma'al kafirin. Kafirlərdən olma. Məni xəcalətli eləmə. Bu cür müraciət elədi Nuh aleyhissalam övladına. Amma övladı nə dedi? Qalə səavi ilə cəbəli yəsimuni minəl mə. Övladı atası Nuhun sözlərini eşidəndən sonra dedi ki, yox. Əgər mənə deyir, bu dalğalar deyir, bu sular mənə tərəf gələrsə, mən özümə nicat bu hündür dağları bilərəm. Və bu gələn seldən, bu borandan, bu dəhşətdən özümü qorumuş olaram. Qalə la asiməl yevmə min əmrillah illa mən rəhimə. Nuh aleyhissalam dedi ki, nadan olma oğlum. Bugün Allah əmri icra olunur. Allahın ixtiyarı olmadan digər bir insan, istədiyi olmadan digər bir bəşər nəfəs alan bir canlı yaşaya bilməz. İllah ki Allah istəyən insanlar, onlar qalacaqlar. Həmən o varlıqlar qalacaqlar. O cür olma. Və halə beynəhuməl mavcu fəkənə minəl muğrəqin. Elə ki Nuh aleyhissalam oğlu ilə bu cür danışırdı, onların arasını deyir, dağlara bənzərdir. Ləpələr gəlib onları bir-birindən ayırmış oldu. Nuh aleyhissalam övladını artıq suda qərq olan gördü. Amma Hud 45'te gör ne deyir? Deyir və nada Nuhun Rabbahu faqala Rabbi inna ibni min ahli və inna va'dakal haqqu və ente ahkamul hakimin. Elə ki gördü ki dağlardan daha hündür ləpə onları bir-birindən ayırdı. Bildi ki övladı tələf oldu. Onda deyir o dəqiqələrdə əllərin qaldırdı Allahın huzuruna və nada Nuhun Rabbahu. Nuh aleyhissalam öz Rəbbin, pərverdigarın çağırdı deyir. Faqala Rabbi inna ibni min ahli və inna va'dakal haqqu və entel ahkamul hakimin.
İlahi deyir, mənim övladımdır, bu mənim oğlumdur, mənim ailəmdəndir. Sən də vədə vermişdin ki, sənin ailəvi qoruyacağam və sənin dediyin söz haqq sözdür, deyir. Onda deyir, Allah Teala bu cür ona cavab verdi. Qalə ya Nuhu, innehu leysə min əhlikə. Ey Nuh, o sənin əhlindən deyil. Necə deyil? Bunun övladıdır axı. Necə deyil? Cavab verin mənə, necə deyil? Axı övladıdır. Allah Kur'an'ında buyurur ki ya Nuhu ey Nuh innehu leyse min ehlikə. O sənin əhlindən deyil. Məqsədim var bu sözü deməkdir. Kur'an ayəsini deməkdə mənim məqsədim var. Leyse min ehlikə. O sənin əhlindən deyil. İnnehu amelun gayri salih. Onun əməli salih əməl değil. Kur'an ayəsidir. Fəla təsəlni ma leysə ləkə bihi ilmun. Məndən o şeyi soruşma ki sənin onda elmin, biliyin yoxdur. Məndən onu soruşma. İndi əzizlərim, Həzreti Peyğəmbər ruhuna salavat zikr eləyək. Nə deyir Həzreti Peyğəmbər? Soruşurlar ki, Əhl-i Beyt haqqında, deyir ki, mənim Əhl-i Beytim Nuhun gəmisi kimidir. Hər kəs ki o gəmiyə minərsə nicat tapar və hər kəs ki o gəmiyə minməzsə qərəqə, düz qərq olar. Allah Qur'an-ı Kərimdə Peyğəmbərimiz haqqında nə deyir? Və mə yəntiqu ənil həva. Ey insanlar, ey biliklilər, ey savadlılar, ey özünü savadlı bilənlər, ey düşünən beyinlər, ey yaratdıqlarım, sizə ki o Peyğəmbər göndərmişəm və mə yəntiqu ənil həva. O həva-i nəfsdən sizin kimi danışmır ha. O nə deyirsə düz deyir, qulaq asın ona. Sizin borcunuzdur ona qulaq asmaq, ona itaət etmək, onun dediklərinə, göstərdiyi yola nə etmək? İtaət etmək bizim hər birimizin, hər bir müsəlmanın, özünə müsəlman deyənin nəyidir? Borcudur qulaq asmaq. Bizim hər birimizin borcumuzdur Peyğəmbər əleyhissalatü vesselamın buyurduqlarına əməl etmək. Deyir, mənim Əhl-i Beytim Nuhun gəmisi kimidir. Hər kəs ki o gəmidə olarsa, qərar tutarsa, nicat tapmışdır. Və hər kəs ki o gəmiyə minməzsə, nə olar? Qəriqə. Yəni, nə? Hər nə qədər ibadət et, itaət et, onu tanımasansa, orada olmazsansa, onu haqq bilməzsənsə, o yol haqq yoludur. Onlar ancaq haqqı deyiblər, Allah kəlamını deyiblər, ondan başqa bir kəlam deməyiblər. Hər birimizi ora yön almaqda, həqiqəti anlamaqda, ilahini tanımaqda, o yolda öz canların belə, qanların belə fəda etdilər. O yolu tapmaq lazımdır və o yolda olmaq lazımdır. Haqq yol məhz o yoldur. Həzreti Nuh Aleyhisselam'a Allah Teala nə buyurur? Sənin gəmində olmayan nədir? Sənin əhlindən deyil. Əhlindən deyil. Bilmədiyin, elmin olmadığın bir şeyi məndən soruşma. Bir anlıq Nuh Aleyhisselam özünə gəldi ki, Pərverdigaram. Həzreti İmam Hüseyin Aleyhisselam Allah Teala sonuncu Peyğəmbərə Muhammed el-Mustafa'ya Allahümme sallallahu Muhammed ve al Muhammed İmam Hüseyin'i verdi. Nuhun gəmisin Kərbəlada öz canı ilə, qardaşların qanı ilə, Əli Əşbəri ilə, Əli Əsqəri ilə bir Nuhun gəmisin dikdi. Məhz orada Həzrət İmam Hüseyin Aleyhisselam Nuh'dan bir qanından, öz qanından Nuhun gəmisini dikdi insanlara haqq olaraq göstərmək üçün. Ki, yəni mən və mənim övladlarım və mənim yanımdakılar ilahi üçün, Allah üçün haqq olan yolda nə etmək lazımdır? Haqqı ilə nə etmək lazımdır? Allah bəyənən yol hansı yoldur? Həqiqət harda qərar tutub o yolda hətta canım da çıxsa, balam da ölsə, şəhid olsa, qanım da tökülsə belə, balalarım məndən sonra əsir də düşsə, mən o yoldan ayrılmaram. Çünki Nuhun gəmisin o zaman, çünki o vaxta qədər ixtilaf var idi. İndi ki biz ixtilaf deyirik müsəlmanların arasında, o inkardır, ixtilaf deyil. İxtilafı İmam Hüseyin Aleyhisselam qutardı o zaman. Çünki İmam Hüseyin Aleyhisselamın öz qanından Nuhun gəmisini Kərbəlada əgər yenidən bərqərar etməsəydi, tikməsəydi balasının qanı ilə onu, canı ilə onu,
Çünki Muaviyə lənətullah, Yezid lənətullah və onun havadarları o zaman o Əməvilərin yeni bir din icadı ilə İslam adına bir din gətirmişlər o dini. Həqiqət dinin nə idisə biz onu yaddan çıxardardıq, biz onu bilməzdik. İmam Hüseynin Kərbəlada tikdiyi Nuhun gəmisi qanı ilə o bizə həqiqət dininin nə olduğunu izah verdi və biz indi də ondan bəhrələnirik. Muhammed və Ali Muhammed salavat zikr edirik. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve qada rabbuka alla na'budu illa iyyahu ve bil valideyni ihsana. İmma yablughanna indekal kibra ahaduhuma ev kilahuma fela taqul lahumā uffin ve la tenharhuma ve qul lahumā qawlan keriman. Sadaqallahul aliyyul azim. Məqsəd və amal budur ki, valideynə hörmət etmək və o valideyndən biri də məhz İmam Hüseyin əleyhissalam idi ki, onun gözəl övladı, mən fürsətdən istifadə edib, İmam Hüseynin övladı Əli Əkbərin mövlüd günləridir, düzdür. Mən siz əzizlərimi Əli Əkbərin viladət günü münasibəti ilə, günləri münasibəti ilə daha doğrusu səmimi qəlbdən təbrik edirəm və Allaha arzu edirəm, təvəqqə edirəm, dua edirəm, yalvarıram ki, ilahi. Çünki tarix yazır ki, Əli Əkbər zahiri görünüşdən Peyğəmbər oxşar idi. Hətta nitqi elə o cür danışardı ki, elə bilərdilər, o səmtə baxmayan elə bilir ki, Peyğəmbər danışır. Amma onunla da bərabər imanı, onunla da bərabər səxavəti, onunla da bərabər şücaəti, onunla da bərabər haqq üçün hər şeyindən keçməyə hazır olan bir cavan idi. Allaha and verirəm cəlal və izzətin xatirinə, Allah Teala bizim övladlarımızı da Əli Əkbərdə olan Allaha inam, Allahı tanımaq və ədalət, səxavət, mərifət, elm, İslam elmi və öz yolunda sabit qədəmliyi bizim övladlarımıza da qismət qərar versin. Və qabaqdan Nimi Şaban gəlir. Sahibə zaman əleyhissalatu və salamın viladət günüdür. Mən o münasibətlərlə sizləri, hər birinizi səmimi qəlbdən təbrik edirəm və Allah Teala əzəmət və izzəti xatirinə bizləri sahibə zaman əleyhissalam məskərlərindən qərar versin, onun zuhurun təcil etsin və Allah Teala bizim dua və ibadətimizi bizdən qəbul eləsin inşallah. Pərvərdigarı aləm, sənə and verirəm cəlal və izzətin xatirinə bu haqq yolda olmağı hər birimizə, hər bir müsəlmana qismət qərar ver. İlahi, şəri xətanı üzərimizdən götür. İlahi, günahlarımızın üstündən əfv qələmi çəkir. İlahi, hər nə qədər sənin yolunda varıqsa, sabit qədəm olmaq üçün, sənin yolunda düz olmaq üçün, həqiqəti dərk eləmək üçün bizim hər birimizə kömək ol ki. İlahi, bizim dünyadan gedən valideynlərimizi qəni-qəni rəhmət qərar ver. İlahi, alimlər olublar ya Rəbbim Allah, onlar xidmət göstəriblər, haqqı ilə xidmət göstəriblər. İlahi, ölənləri qəni-qəni rəhmət qərar ver, qalanları səyi səlamət qərar ver ki. İlahi, ya Rəbbim Allah, sənə and verirəm cəlal və izzətin xatirinə, İlahi, bizim bu cüməmizi bizim üçün axırıncı qərar vermə. İlahi, Şaban ayında nə ki istəyirik, şəri niyyətlərimiz var, onların xeyrə calanmasında bizə kömək ol ki. İlahi, qürbətdə olan qardaşlarımız var, ailələr var, onların da hacətləri var, iltimasları var, onların iltimasların, hacətlərin qəbul eylə. İlahi, valideyn var, boynu bükük dayanıb baxır ya Rəbbim, iltimas istəyir özü üçün, balaları üçün, balalarının islah olması üçün ya Rəbbim Allah. İlahi, hər bir balanı islah etməkdə sən özün onlara kömək ol ki. İlahi, heç bir valideynə bala dağı vurma ki. İlahi, sənə and verim izzətin, cəlalın, əzəmətin xatirinə bizi övladlar yanında xəcalətli eləmə. İlahi, ölkəmizə əminamanlıq bəxş qərar ver ki. İlahi, şəhidlərimizi qəni-qəni rəhmət qərar ver ki. İlahi, bir daha müharibə odu ilə Azərbaycanımızı imtihana çəkmə ki. İlahi, bir daha analarımız, balalarımız, atalarımız
Gəlinlərimiz ağlar qalmasınlar. İlahi sənə an verim İzzət Cəlalın xatirinə yaralı qazilər var. Heç yoxdan onlara şifa verginən. Onların ruzilərin bol qərar verginən. Pərverdigarı aləm qabaqdan Ramazan ayı gəlir. Ramazan ayında sağlıqla, salamatçılıqla inşallah oruç tutmağı, ibadət etməyi, namaz qılmağı, itaətdə olmağı, sənə qul və bəndə olmağı bizim hər birimizə qismət qərar verginən. Esselamu aleykum və rəhmətullah. Muhammed və ali Muhammed salavatı kitəniyə.